senindir. Devran ne güzel, ne güzel, ne güzel. Canan ne güzel, ne güzel, ne güzel. Al sazı, çal sazı, et nazı, teller oynasın. Al sazı, çal sazı, teller oynasın. Az derindir, suyu serindir. Az derindir, aman suyu serindir. Bir şirin dile kalbimi dindir. Bir şirin dile kalbimi dindir. Gel güzelim, gel meleğim. Gel güzelim, gel meleğim. Gel meleğim diye. Kalbim senin Ne güzel hatırlattı. Azinem ay Qarabağ, Şəki ay Şirva Qarabağ, ay qadan yalmay. Alem ay cennete dönse, yaddan çıkmaz Qarabağ, ay qadan yalmay. Alem ne güzel, ne güzel, ne güzel. Canan ne güzel, ne güzel, ne güzel. Al sazı, çal sazı, et nazı, teller oynasın. Al sazı, çal sazı, et nazı, teller Bravo! Bravo! Değerli dedektifler, sizin son təxminlərinizi eşitmək istəyirəm. Faiq bəy, sizdən başlayaq. Böyük teşekkür bu güzel zengülelərə görə, bu güzel ifaya görə, bu güzel rəqsə görə. Ümumiyyətlə bütün bax bu 10 efir keçdiyi yola görə hər maskaya teşekkür, amma indi pələngə teşekkür. Yeni söyləyirəm, əgər pələng bu mahnını əvvəldə oxsaydı, bizim üçün nəyisə axtarmağa ehtiyac qalmayacaqdı. Çünki Samir Cəfərovun səsi belə açıq aydın eşidilir. Kamilə xanım, xatırlayırsınız da ilk veriliş, sıra 2, 3, 4 və nəhayət ki 10-cu verilişə qədər gəlib çatmışıq. Pələngi xüsusi olaraq izləyirdiniz və sonra aşiq oldunuz. Hətta istəyərdim ki, bütün bunları analiz edəsiniz və sonunda təxmininiz. Ən məxfi və bir məqam yadıma düşür bu dəqiqələrdə. Ya səməni ilə, ya pişiyi ilə qalmışdılar və orada seçim idi. Və biz təsəvvür edirik ki, seçim ərzində, yəni o maska arxasındakı insan hansı həyəcanı keçirdir? Ki, onu seçəcəkmi zalda olan izləyicilər, yoxsa seçməyəcək? Və hər dəfə hər kəs özünü qorumağa çalışır və hər dəfə hər kəs çalışır desin ki, mən qalım, yanımdakı getsin, bu işarələr olur. Pələng yeganə iştirakçı idi ki, bu 2 sezonda belə. Centilmenli elədi. Böyük mərdlik, elə pələngə yaraşan bir hərəkət elədi və o çox israrla və hətta maskada olduğu halda belə sən hiss edirdin ki, o ürəklə göstərir ki, mən gedim, xanım qalsın. Bilmirəm kimdir o maskanın arxasında, amma o qalsın. Və burada o söz var, Allah sənin ürəyivə görə versin. Doğrudan da elə biz sanki o böyük ürəyin və eyni zamanda böyük istedadın, sənətin müqabilində bugün pələng məhz finaldadır. Samirlər çoxdur. İstərdim Samir Cavadzadə olsun, istərdim Samir Piriyev olsun, amma deyəsən artıq dostlarımla razılaşmalıyam və artıq ram olmalıyam. Və? Samir Cəfərov. Teşekkürler. Coşkun Rəhimov, sizi dinləyək. Manana. Səni çox istəyirik, pələng. Numananı deyəcək, 100%. Valla, yenə deyirəm, final gəldi.
biz bu şou üçün darıxacaq. Mənə elə gəlir tamaşaçılar da darıxacaq. Nə gözəl ki, sənin yolun buradan keçdi Pələng. Sən bizi təəccübləndirdin. Nə yaxşı ki, finaldasan. Sən finalda layiqsən. Öz səsinlə, öz sənətinlə, öz çıxışlarınla. Gəlin komediyaya son qoyaq. Bu Samir Cəfərovdur. Nə yaxşı ki, Azərbaycanlısan. Nə yaxşı ki, vətənimizin oğlusan. Murad Arif, buyurun. Əlbəttə ki, sonuncu ifasında maskasız oxudu. Vokalda artıq maska yox idim, vokalda özü idi. Amma mən auditoriyaya səslənərək bir fikri söyləmək istəyirəm. Dostlar, Pələng həqiqətən də bizim Pələngdir. Çünki əsatirlərə görə məhz Xəzər Pələngi deyilən bir məfhum anlayış olubdur. Və bugün bizə çox dəyərli Respublikamızın xalq artisti Samir Cəfərov bu hissiyatı, bu duyğunu və bu tarixi geri qaytardı. Təşəkkür edirəm bizim doğma Pələngimizə. Nigar Camal. Ən sevdiyim maskamdır. Çünki həmişə əvvəldən deyirdim ki, çox brutal hiss olunur ki, əsl kişi o maskada gizlənib. Gizlənib ya oturub, girib ya nə? Elə bütün dediyin feillər yarayır. Hə, hamı deyir Samir Cəfərovdur. Mən də belə düşünürəm əslində, amma bəlkə Samir Piriyev? Ha? Olsun. Teşekkürler, minnətdarıq detektivlər və biz Pələngimizi yormayaq. Gəlin onu yola salaq. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Pələng maskası arxasında kimdir?